Avropada İngiliz dili kursları ilə maraqlananlar, bu video sırf sizin üçün çəkilir. Diqqətlə və sona qədər qulaq asın. Kanada immiqrasiya proqramları öz yerindədir. Profildəki linkdən keçid edib yazıla bilərsiniz. O ayrı. Amma Avropada İngiliz dili kursları ilə maraqlanırsınızsa və Avropa vizasını da əldə eləmək istəyirsinizsə, yayı, qışı çox səmərəli, çox gəzməklə keçirmək istəyirsinizsə, bu video sırf sizin üçündür. Amma onu da deyim sizə ki, evlilər, sonra sevgilisi olanlar bu videodan kənara çəksinlər. Çünki sizin üçündür, başınıza iş gələ bilər. İndidən deyirəm sizə. Maltada İngiliz dili kursları ilə maraqlananlar, sizin üçün çox cazib bir proqram hazırlamışam. Gözəl insan. Deməli, mənim komandamda yeni bir mentor var. Həmin mentor Azərbaycanda yaşayır, Bakıda yaşayır. Sizin üçün bütün sənədləşmə işlərini həll eləyəcək. Viza gün götürməkdir, vizaya application hazırlamaqdır. Sonra bütün sənədlərin hamısını application'a köçürməkdir. İngiliz dili kurslarından hansı sizə uyğundur onu hazırlamaq, müddətini sizə hazırlamaq. Hər bir şeyi sizin üçün eləyəcək. Siz sadəcə nə edəcəksiniz? Kursun saytını sizə veririk. Kursun qiymətlərini görürsünüz orada. Bax, bunu heç kim eləmir Azərbaycanda. Bakıda bunu heç kim sizin üçün eləmir. Kursun saytını sizə göstəririk. Qiymətlərinin orijinal hansıdırsa web saytdan özünüz görəcəksiniz ki, bax bu qiymətədir. Qiymətlər 75 avrodan başlayır həftəlik və sizin seçəcəyiniz kursdan asılı olaraq da dəyişə bilir. Bu kurslara əsasən hansını seçmək istəyirsinizsə, bir dənə sadəcə deyirsiniz ki, məsəl üçün bu növ kursu seçmək istəyirəm. Başlanğıc level olsun və ya ailəvi proqram olsun, 3 uşaq, bir yoldaşım, bir də mən gəlmək istəyirik. Bizim üçün bu büdcəyə kurs hazırlayın və biz Maltaya getmək istəyirik, həm də vizamız olsun. Bunu sizin üçün hazırlayırıq. Və Maltaya da gedib düşdüsə, aeroportda sizi qarşılamaq, yerləşdirmək, qalacağınız yerə aparıb çatdırmaq, hamısı bizim üstümüzdədir. Və mən özüm Avropada sizlə bu işlə məşğul olacağım çox ciddi. Əvvəlki videoda da görmüşsünüzsə, demişdim sizə ki, Kanadadan artıq biz çıxırıq və Avropada görəcəyimiz işlər tamam fərqli bir işlər olacaq. Şedevr bir işlərdir. Eyni zamanda da bu dil kurslarında sizin üçün əlavə eləmişəm ki, yəni ola bilər Amerikaya çıxa bilməyənlər var, Kanadaya gələcəkdə fikirləşənlər var. İndidən Avropa vizasını yavaş-yavaş başlasınlar həll eləməyə. Gözəl insan, bu kimi proqramları sizə Bakıda heç kim vermir. Nəyə görə? Çünki qiymətləri saytın özündən sizə göstərərək onlar uduzurlar ki, onlar çünki kursun üstünə də əlavə qiymət verib sizə bunu təklif edirlər. Tutaq ki, kursun qiymətini mən sizə deyirəm ki, 75 evrodan başlayır həftəlik. Onlar isə sizə bunu təklif edirlər 120 evrodan, 130 evrodan. Və burada da siz çox bir pul itirmiş olursunuz. Amma özünüz görürsünüz, özünüz seçirsiniz və öz büdcəvizə uyğun olaraq deyirsiniz bizə ki, bunu seçin. Biz də onu sizin üçün hazırlayırıq. Sənədləşmə işləri hamısı bizim boynumuzadır. Qarşılaşmaqdır, nə bilim, evin hardan tapılacaq, evə nə qədər kirayə vermək istəyirsiniz, hansı yerdə ev tapmaq istəyirsiniz. Aeroportdan sizi qarşılayıb evə aparana qədər hər biri bizim üstümüzdədir. Profildəki linkdən keçid edin. Maltada İngilis dili kursları ilə bağlı günü təyin edin. Bax, sizə əvvəlcədən də deyirəm, konsultasiya ödənişlidir və konsultasiyadan sonra bizim göstərəcəyimiz xidməti də kiçik bir ödənişi var. Onu da eləyirsiniz və salam. Qalan hər biri şəf eləyin. Və Maltada macəra dolu, Malta, sonra partilər, gəzməklər, başqa bir yaxın ölkələrə çıxmaq, həftə sonu gəzintiləri, nə bilim, boat partilər, şampun partilər, hamısı sizi gözləyir və quality insanları gözləyirik. Hələlik.